Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. Azərbaycan gündəmini əhatə edən mühüm sosial qərarlardan biri ilə qarşınızdayıq. Bugünkü mövzumuz İlham Əliyev tərəfindən imzalanmış və 2-ci Dünya müharibəsi iştirakçılarını əhatə edən maddi dəstək sərəncamıdır. 2026-cı ildə qəbul edilən bu mühüm qərar xüsusilə 2-ci Dünya müharibəsində iştirak etmiş şəxslərə və həmin dövrün çətinliklərini yaşamış insanlara yönəlib. Rəsmi məlumatlara əsasən bu sərəncam ümumilikdə 2000-ə yaxın şəxsi əhatə edəcək. Bu şəxslər arasında birbaşa müharibə iştirakçısı olan cəmi 13 nəfər var ki, bu da tariximizin canlı şahidlərinin sayının artıq çox azaldığını göstərir. Sərəncama əsasən 2-ci Dünya müharibəsinin iştirakçılarına 2750 manat məbləğində bir dəfəlik maddi yardım veriləcək. Bu, dövlətin həmin şəxslərə göstərdiyi xüsusi diqqət və ehtiramın bariz nümunəsidir. Digər kateqoriyalara daxil olan şəxslər, yəni müharibədə həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul həyat yoldaşları, arxa cəbhədə fədakar əməyinə görə təltif edilmiş şəxslər, həmçinin döyüş bölgələrində xüsusi tapşırıqları yerinə yetirmiş mülki əməkdaşlar üçün isə 1500 manat məbləğində bir dəfəlik yardım nəzərdə tutulub. Bu qərar yalnız maddi dəstək deyil, eyni zamanda tarixi yaddaşın qorunması və həmin nəsillərə olan hörmətin ifadəsidir. Çünki 2-ci Dünya müharibəsi yalnız bir döyüş deyil, həm də milyonlarla insanın həyatını dəyişən, taleləri kökündən sarsıdan bir dövr olub. Bugün həmin dövrün canlı şahidlərinə göstərilən diqqət gələcək nəsillərə də bir mesajdır, tarix unudulmamalıdır. Qeyd edək ki, bu bir dəfəlik ödənişlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu vasitəsilə ümumilikdə 3 milyon manat vəsait ayrılıb. Bu vəsaitin ayrılması dövlətin sosial siyasətində prioritet istiqamətlərdən birinin məhz həssas qrupların dəstəklənməsi olduğunu bir daha sübut edir. Ödənişlərin texniki tərəfinə gəldikdə isə bu proses Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçiriləcək. Yardımlar birbaşa benefisiarların bank hesablarına köçürüləcək ki, bu da şəffaflıq və operativlik baxımından mühüm addımdır. Bu cür sosial təşəbbüslər yalnız keçmişi hörmət deyil, həm də cəmiyyətin humanist dəyərlər üzərində qurulduğunu göstərir. Müharibə iştirakçıları və o dövrün əziyyətlərini çəkmiş insanlar bu gün də dövlət tərəfindən unudulmur və onların rifahı diqqət mərkəzində saxlanılır. Sonda isə belə bir nəticəyə gəlmək olar ki, bu sərəncam həm sosial ədalətin təmin olunmasına, həm də tariximizin şanlı səhifələrinin yaşadılmasına xidmət edir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar gələcək nəsillər üçün də örnək olacaq dəyərli bir yanaşmadır. Əgər bu cür aktual və vacib məlumatlardan xəbərdar olmaq istəyirsinizsə, bizi izləməyi unutmayın.